Afrikadan çıxan isti hava dalğası Aralıq dənizi üzərindən Türkiyəyə daxil olub və ölkənin şimalına doğru yayılmağa başlayıb. Day Azmilli Basa istinadən məlumat verir ki, Türkiyənin meteorologiya mütəxəssisi Adil Tekin sözlərinə görə Afrikadan gələn isti hava dalğasının təsirləri keçən həftədən etibarən hiss olunmağa başlayıb. O vurğulayıb ki, Aralıq dənizi bölgəsində temperatur 25 dərəcəyə çatıb və bu istilər artıq Türkiyənin şimalına doğru yayılır. Mütəxəssis əlavə edib ki, ölkə may ayının sonu və iyun ayının əvvəllərində görüləcək temperatur göstəricilərini bu həftə yaşayacaq. Afrikadan gələn isti hava dalğasının Türkiyə üzərindən keçərək Azərbaycana təsir etmə ehtimalı var. Belə hava sistemləri adətən qərbdən şərqə doğru hərəkət edir və əgər dalğa gücünü qoruyarsa, Azərbaycanda da temperaturun yüksəlməsinə səbəb ola bilər. Bununla belə təsirin nə qədər güclü olacağı bir neçə amildən asılıdır. Əsas amillər arasında dalğanın istiqaməti, Qara dəniz və Xəzər dənizinin soyuducu təsiri, eləcə də yerli hava şəraiti var. Əgər isti hava kütləsi Qafqaz dağlarını aşaraq ölkəyə daxil olarsa, xüsusilə Naxçıvan və Aran rayonlarında temperatur artımı müşahidə oluna bilər.